Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Muhterem cemaat, cümleniz mübarek olsun. İnşallah bugün edeceğimiz ibadetleri Uca Allah dərgahında kabul eylesin. Muhterem kardeşler, geçen muizemizde tövbe hakkında bahsetmiştik ve bilmemiz lazımdır ki, yani insanoğlunun esasen iki hisseden meydana gelir: ceset kısmı ve ruh kısmı. Ve demiştik ki, insanoğlunun esas hissesi mənəviyyatdan meydana gelir ve Kur'an-ı Kerim ifadelerinde ve Allah Resulü'nün hadislerinde kalbimizin üzerinde çok durulur ve imanın mekanının kalp olduğu söylenir. Ve böyle bir hadisi de her zaman, her muizede hemen söyleyirik ki, bedende bir et parçası vardır ki, o salih olursa bütün beden de salih olur. O pozulursa bütün beden de pozulur. Dikkat edin, o kalptir. Hem maddi hem manevi manada ürək, kalp insanoğlunun en önemli organıdır. Ve hakikaten İslam dininden nazar saldığımız zaman o Kur'an'ın da ifadesiyle Allah Resulü sizi lima yuhyikum, sizi ihya eden, sizi dirilden, ahya yuhyinin manası aynı zamanda diriltmek demektir. Yani manevi anlamda sizi dirilden şeylere çağırır. Ve İslam dininde de ahlak üzerinde çok durulmuştur. Ve bu mevzuda çok kitaplar yazılmıştır. Ve geçen muizemizde tövbe üzerinde durmuştuk. Ki ister istemez insanoğlu her zaman manevi peşmançılık çekir. Yani insanoğlu hayatta kaçırdıkları çok şeyler var. Ettikleri çok emeller var, çok şeyler var ki onun özünün de bu hoşuna gelmiş. Ve bunlar yığılıp insanı üzmek yerine insanoğlu bunların toplanıp altında ezilmesi yerine peşman olması, uca Allah'a dönmesi, tövbe etmesi, istiğfar etmesi daha güzeldir. Dinimizin emridir. Tövbe de ne demektir? Tamına, yani et-tevbe nedametun buyurulur Allah Resulü. Tövbe peşmançılıktır. Ettiğin günaha bir daha dönmemek demektir. İstiğfar ise bunun karşılığında uca Allah'tan bağışlanmağını istemektir. Ona göre de demiştik ki, İnnehu leyuganu ala kalbi ve inni estağfirullaha fil yevmi mi'e merra. Benim kalbim de yani katılaşır biraz demek doğru değil. Yani Allah Resulü, yani benim kalbime de yoğunluk gelir. Ben günde Allah'a 100 defa tövbe edirəm. Yani biz Kur'an'ın ayelerinden de bilirik ki Allah Resulü zemanet altındadır. لِيَغْفِرَ لَكَ اللّٰهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ. Allah senin gelmiş ve geçmiş günahlarını bağışlamıştır. Yani Allah Resulü deseydi ki, kardeş, benim tövbeye ihtiyacım yoktur. Ey ümmetim, sizin tövbeye ihtiyacınız var. Allah'a tövbe edin. El-hak doğruydu bu. Doğrudur. Ama Allah Resulü belə günde 100 defa Allah'a tövbe eləyir.
Ona görə də istiğfarı heç bir zaman dilimizdən düşürməməyimiz lazımdır, möhtərəm qardaşlar. O bizim qəlbimizi ehya edəcəkdir. Qəlbimizi yumuşaldacaqdır. Yəni, mərhəmət etməyəndə, edilməyəndə xeyir yoxdur yəni. Mərhəmət Allah-u Teala'nın insanın qəlbinə qoyduğu ülvi bir duyğudur. Qəlbimizin yumuşalması. Çünki Allah'tan uzaq olan kimsələr qəlbi qatı olan kimsələrdir. Göz yaşı olmadan da möhtərəm qardaşlar, qəlb yumuşalmır. Günahlarımıza tövbə etmədən də, günahlarımıza ağlamadan da qəlbimiz yumuşalmır. Ona görə də yəni insanı insan qılan qəlbi, insan edən qəlbi, yəni insan dünyaya gəlir, amma insan olması üçün çox əmək sərf eləməsi lazımdır. Yəni bu dünyaya Allaha kimsə öz xoşu ilə gəlmədi. Bir anda açdıq gözlərimizi, gördük ki, dünyadayıq. Allaha sonsuz həmd olsun ki, bizi ağıl niməti ilə şərəfləndirdiyi varlıq etdi. Və hər şeyi də bizim əmrimizə verdi, möhtərəm qardaşlar. Hər şey də bizim əmrimizə verdi. Yəni, hər şey, kainatda gördüyünüz nə varsa, hamısı insan oğluna boyun əyir. Və insan olmaq üçün də çox əmək sərf eləmək lazım, möhtərəm qardaşlar. Və xüsusilə din insana insanlığını xatırladır və bu dünyaya gəliş səbəbini xatırladır ki, yəni bu dünyaya çox kimsələr gəldi, getdi və bir daha dönmədi bu dünyaya. Və bu həyat sərmayəsi, keçən dəfə də söyləmişdik ki, iki nimət vardır ki, insanlar bununla aldanmışdır. Biri boş vaxtdır, biri də sağlıq nimətidir. Ki, insanoğlu bunda ümumiyyətlə aldanır. Onları boş yerə çekilir. Və bu ömür sərmayəmizi ən gözəl bir şəkildə dəyərləndirməyimiz, yerli yerində işlətməyimiz lazımdır, möhtərəm qardaşlar. Və tövbə bizi yenidən dirilməyimiz deməkdir. İnsanoğlu günahlara batdığı zaman ümidsizliyə gəlir. Düşür ki, ya, məndən bir daha adam olmaz deyə ümidsizlik şeylir. Amma dinimiz bu qapını açıq tutmuşdur hər zaman. Hətta Peyğəmbərin bir hədisində günəş məşriqdən doğana qədər tövbə qapısı açıqdır. Nə deməkdir bu? Qiyamət qopuncaya qədər tövbə edə bilərik. Tövbə edə bilərik. Ona görə də dinimizdə ümidsizlik yoxdur. Ümidsizlik kafirə məxsusdur. Dinimizdə ümidsizlik yoxdur. Ona görə də hər zaman tövbə qapısı açıqdır. Əlimizi açıb Allaha bol-bol dua edəcəyik. Etdiyimiz günahdan həmən sonra. Yəni, insanoğlu mütləq bu gün dünyaya gəlmişsə, günahlara bulaşacaqdır. Bundan qurtuluş yoxdur. Hətta keçən dəfə yenə hədis oxumuşduq ki, əgər siz günah etməsəydiniz, Allah-u Teala sizi yer üzündən silib, günah edən bir topluluq və onu bağışlayan Rəbləri olduğunu bilərdilər və Allahdan əfv diləyərdilər, bağışlanma diləyərdi. Uca Allah da onları məğfirət eləyərdi, bağışlayardı. Və günahlar bizim qəlbimizi qaraldar yəni. Ona görə də onu tövbə ilə cilalamaq lazımdır. Yəni, hətta bir hədisdə buyurulur ki, insan günah etdiyi zaman qəlbinə qara nöqtə qoyulur. Tövbə etdiyi zaman silinir. Amma günah etməyə davam eləyər, artıq qəlbini o qaralıq, siyahlıq bütün bürüyər. Artıq ona qafil qəlb deyirlər. Qafil qəlb. Artıq o qəlbə hidayət təsirləmir. Ona görə də günaha düşdüyümüz zaman, yəni günahlar da cürbəcür günahlardır yəni. Burada Allah haqqı var, qul haqqı var.
Yəni Allah haqqı nədir? Deyək ki, namazı qaçırmaqdır, sabah namazına qalxmamaqdır, orucu tutmamaqdır. Bunlar hamısı Allahın üzərimizdəki haqlardır, möhtərəm qardaşlar. Yəni Allahın haqları Quran-ı Kərimdə, sünnədə bizə açıq aydın bildirilib yəni. Zəkatdır, nə bilim, hacdır, ömrədir, nədir? Bir çox Allahın üzərimizdə haqları var. Bunları etmədiyimiz zaman günah etmiş oluruq. Və bunların tövbəsi lazımdır, tövbə etmək. Və ikincisi də söyləmişdik ki, qul haqları vardır. Anana qarşı gəlirsən, evladına ağır söz söyləyirsən, dostunla aranda problem olur, qonşunla aranda problem olur, o olur, bu olur və onlardan halallıq almaq şəkli ilə də Allaha tövbə etmiş oluruq. Yəni, onlardan, yəni bunda birbaşa Allaha tövbə, istiğfar, günahımızı bağışlanma etmədən qabaq, o insandan da halallıq almağımız lazımdır, möhtərəm qardaşlar. Və o zaman biz keyfiyyətli insan oluruq. O zaman yəni kibirimizi, qürurumuzu məğlub etmiş oluruq. Yəni insan görürsən ki, kibirindən, qürurundan haqqını həval et deməyə özünə sıxışdırmır. Bu da doğru deyildir. Bu da bizim kibirli, qürurlu insan olduğumuzu göstərir, möhtərəm qardaşlar. Yəni biz buna nə deyirik? Əmradul qulub, qəlblərin xəstəliyi. İnsan sadəcə maddi xəstəliyi olduğu zaman doktora gedər. Qulağım ağrıyır, böğrüm ağrıyır. Eyni ilə, möhtərəm qardaşlar, mənəvi xəstəliklərimiz var. Kibir bunlardan biridir, həsəd bunlardan biridir, paxıllıq bunlardan biridir, xəsislik bunlardan biridir. Ona görə də dinimizdə həqiqətən bunların bir-bir əlacını Allah Rəsulü göstərmişdir. Qəlbin qatıdırsa yetimlərə bax deyib, yetim başı sığallar, sədəqə ver, nə bilim. Baxırsan ki, hədislərdə hamısının bunun yeri var, Quran-ı Kərimdə. Hamısı Allah Rəsulünün şəxsiyyətində bunların yeri var. Və bunları bir-bir özü tətbiq edilərək ümmətinə də göstərmişdir. Ona görə tövbə mövzusu çox mühüm mövzudur, möhtərəm qardaşlar. Yəni, tövbə deyib keçməmək lazımdır. Tövbənin həqiqətini bilmək lazımdır. Tövbə yalnız bilir ki, əstəğfirullah deməkdir. Sadəcə o demək deyil, möhtərəm qardaş. Yəni, əstəğfirullah demək önəmlidir. Yəni, bu bizim zikrimiz olur. Gündə 70 dəfə, 100 dəfə səhih sünnədə qeyd olunub ki, yəni, əstəğfirullah eləyirsən. Yəni, günah işləsən də, etməsən də, səhər durdun, axşam oldu, 100 dəfə, 70 dəfə tövbəni edəcəyik. Yəni, bu bizim qəlbimizin yumuşalması üçün dərmandır, mütləq olması lazımdır. Amma bir də ki, tövbə həqiqi anlamda peşmanlıq. Bir gün günah etdim, tövbə elədim, yenə gedirəm, tövbə elədim, yenə gedirəm, tövbə elədim. Bu tövbə demək deyildir. Bu səmimi deyildir. Səmimi peşmanlıq qəlbdə üzüntü duymaqdır. Üzülürsən, hüzünlənirsən, kədərlənirsən, ağlayırsan, bir daha onu etməyəcəm deyə düşünürsənsə, bu səmimi tövbədir. Bu səmimi tövbədir. Ona görə də tövbə peşmançılıqdır və dönməkdir. Və tövbə qapısı açıqdır, bunu bilin. Yəni, deyək ki, tövbəmizi pozsaq, yenə də uca Allah o qapını açıq tutub. Yenə tövbə etməliyik. Yenə pozsaq, yenə də tövbə etməliyik. Yəni, o qapı İnnəllâhe yəğfiru zunubə cəmi'a Quranın ayəsidir. Allah Teala bütün günahları bağışlayar. Yəni, qulla onun arasında. Günahları yaymaq da yaxşı bir şey deyil, möhtərəm qardaşlar. Bəziləri görürsən ki, yəni, günahlarını danışırlar ki, mən belə elədim. Hətta günahların ilə öyünən insanlar var. Zina eləməklə, oğurluq eləməklə. Yəni, yəni həqiqətən insan yəni, əxlaq normlarına, əxlaqi sifətlərə o Quranda deyir ki, məsəl üçün, insan insanlıqdan çıxarsa, heyvandan da aşağı səviyyə gəlir. Yəni, günahlarla öyünmək də belə çirkin sifətlərdən biridir ki, yəni insan zina etməklə, oğurluq etməklə, onu etməklə, bunu etməklə öyünərmi? Öyünməz. Öyünməməsi lazımdır. Ona görə də yəni bu günahlarımıza səmimi şəkildə peşmançılıq duyub bir daha o günahlara dönməmək lazımdır. Və tövbə bizi anamızdan dünyaya gəldiyimiz kimi təmizləyir. Tövbə bu deməkdir. Və insanların buna ehtiyacı var, möhtərəm qardaşlar. İnsanlar yoxsa vicdan
əzabı deyirik. Vicdan əzabı altında əzilir insan. Bugünkü moizəmizin mövzusu yenə önəmli bir mövzudur. Səbir mövzusu. Yəni Quran-ı Kərimdə də səbir haqqında çox ayələr var yəni. Ya eyyuhəllədinə əmənu isbiru və sabiru. Yəni ey iman edənlər səbr edin. Hətta səbir yarışında hər kəsi ötün anlamında. وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَنْبَالِ وَالْأَنْفُسِ وَالسَّمَرَاتِ. Sizi qorxu, aclıq, mallardan, canlardan və digər məhsullardan biraz azaltmaqla əlbəttə imtihan edərik. Və bəşşiri sabirin, səbr edənləri müjdələyin. İnnəmə yuvaffəs sabirunə əcrahum bi qayri hisab. Biz səbr edənlərə qarşılığını hesabsız olaraq verərik. İndi bunları bir-bir açıqlayacağım. Və ləmən sabara və qafara innə zəlikə ləmin azmin umum. Fəqət səbr edib bağışlayan kimsələrin gördükləri işlər böyük işlərdir. Fəqət səbr edib bağışlayan kimsələrin gördüyü işlər böyük işlərdir. Ya eyyuhəllədinə əmənu İstə'inu bis-sabri vəs-salah innallaha ma'as-sabirin. Ey iman edənlər, başınıza gələn müsibətlərdən, başınıza hər nə gəlirsə, səbr etməklə və namaz qılmaqla dözün. İnnallaha ma'as-sabirin. Allah səbr edənlərlə bərabərdir. Və lenəbluvannakum hatta na'lamal mujahidin minkum vəs-sabirin. Yəni içinizdən igidləri, səbr edənləri ortaya çıxarıncaya qədər əlbəttə sizi imtihan edəcəyik buyurulur. Möhtərəm qardaşlar, dünya imtihan yeridir. Yəni bunda şübhə yoxdur. Yəni dünyada bir çox məsafələr vardır ki, ölüncəyə qədər biz bunları qət eləməliyik. Və eyni zamanda müxtəlif maniyələr var bizim qabağımızda. Müxtəlif əngəllər var. Bir çox bəlalar var. Və bunların qabağında səbr etmək, durmaq, eyni zamanda imanımızın gərəyidir. İndi bir çox şey söyləyəcəm ki, görəcəyik ki, yəni ona mütləq və mütləq səbir dediyimiz əxlaqi keyfiyyət lazımdır. Öyrəşdiyimiz əxlaqi keyfiyyət lazımdır ki, bunun öhdəsindən biz ancaq səbirlə gələ bilərik. Alimlərimiz səbiri 3 növə ayrılırlar, möhtərəm qardaşlar. 1. İbadətlərə səbir. 2. Haramlara səbir. 3. Bəlalara səbir. Bir daha söyləyirəm. 1. İbadətlərə səbir. 2. Haramlara səbir. 3. Bəlalara səbir. İbadətlərə səbir nə deməkdir, möhtərəm qardaşlar? İbadətlərə səbir bu deməkdir. İslam dininin özünə məxsus ibadətləri vardır. Və bu ibadətləri bizdən tələb eləyər. Eyni zamanda bu Allahın haqqıdır bizdən. Ey qulum, səni insan olaraq yaratdım, sənə bir çox nimətlər bəxş elədim, göz niməti, ürək niməti, düşünmə niməti, digər canlılara hökm etmə niməti. Bu da böyük bir nimətdir yəni. Kainata hökm edə bilmə niməti. Yəni, həqiqətən baxırsan, arı bal istehsallayır, verir bizə. Qoyun ətini verir bizə, yununu verir bizə. Hər şeyini verir bizə. Həqiqətən bunları düşünsək, əgər Allah Teala onlara ağıl versiydi, vermirəm desəydi nə olacaqdı? Yəni, insanoğlunu digər canlılardan əsas xüsusiyyətlərindən və o keçən dəfə də ilk dərs moizələrimizdə də söyləmişdik ki, o klassik alimlərimiz insanoğlunu tərif eləyərkən və qüvvələrdən bəhs eləyirlər. İndi məsələn, insanı yönəldən qüvvələr var. Məsələn, mədə qüvvəsi önəmli bir qüvvədir. Yəni, yemək yeyirik, məsəl üçün, o bizim yəni, şəhvət duyğumuzu, yemək, içmək, nəsli davam etdirmək, yəni, böyük bir nimətdir. Yəni. Bunun mərkəzi qəlbdir.
cəsarət, şəcayət, qəhrəmanlıq, cəsurluq, bunun mərkəzdə qəlbdir. İnsan hissləndiyi zaman hansı orqan daha tez vurmağa başlayır? Təbii ki, qəlbi vurur, sifətinə qırmızılıq gəlir. O qanın üzə sürətlə vurmasından qaynaqlanır. Ki, bunlar yerində işlədildiyi zaman bizim üçün böyük bir nimətdir. Və insanoğlunu əsas fərqləndirən keyfiyyəti qüvvə-i natiqa deyirlər. Yəni danışma. Hətta alimlərimiz insanı tərif eləyərkən nə deyirlər? Əl-insanu hayvanun natiqun. İndi hayvan dediyim, yəni bizim dilimizdə hayvan insanın xaricindəki varlıqlar üçün işlədilir. Amma ərəb dilindən tərcüməsində hayvan demək canlı deməkdir. O Quranda var ya, hay nə deməkdir? Diri deməkdir. Mövtün ziddi. O kökdən törəmiş bir kəlmədir. Hayvan, canlı deməkdir. İnsan da danışan canlıdır. Yəni danışma niməti başqa bir canlıya bəxş olunmuş deyildir. Tutuquşu deyərsiniz. Tutuquşu danışmır, yəni düşünərək danışmır. Ona verilən şeyləri ancaq təkrarlamaqdan ibarətdir onun vəzifəsi. Eyni zamanda natiq demək, düşünmək deməkdir. Düşünmək niməti başqa bir canlıda deyildir. İnsandadır. Və Allah'a sonsuz həmd sənalar olsun. İnsanoğlu da əzab çəkər, əziyyət çəkər, düşünər. Düşünmə ona izdiraf verər, başqalarını düşünər, qonşusunu düşünər, başqa millətləri düşünər ki, bu insanlıq əlamətidir. Bu insana verilən böyük bir nimətdir ki, bu ağıl niməti sayəsində də digər canlılar, yəni 5 tonluq fil görürsən ki, insana itaət edir. 150 tonluq balinanın ətini insan istifadə edir. Bütün canlılar, başqa bütün canlılar, yəni o Saxhara, Quran-Kərim, biz səni yaratdıq və ey insanoğlu, hər şey sənin əmrinə verdik, səni də bizim əmrimizdə olmağını istəyirik deyilir. Ona görə də, möhtərəm qardaşlar, səbir niməti öyrənilən bir nimətdir. Yəni, səbir etmədən heç bir şey olmur. İbadətlərə səbir deyirik. Yəni, nədir? Allah razı olsun. Bugün bir saatınızı ayırdınız, dediniz ki, biz məscidə gedib həm moizə dinləyəsiyik, mənəvi qida almaq üçün, həm də eyni zamanda uca Rəbbimizin bizə əmr etdiyi cümə namazını əda edəcəyik. Bir çox adamla da məsəl üçün belə istəyir, amma gəlib burada yəni, oturmaq üçün səbr eləyə bilmədiyi üçün gələ bilmir. Möhtərəm qardaşlar. Demək ki, biz iradəmizi biraz tərbiyə eləmişik. Yəni, bir çox insanlarla qarşılaşırıq. Yəni, gündə namaz nə qədərliyib? 1 saat. Mən 1 saat səbr eləyə bilmərəm. Nə bilim, oruç. Qışda tuta bilərəm deyir, 6 saat və ya 12 saat. Amma yayda 17 saat. Bu, tuta bilmərəm. Buna da səbir lazımdır. Baxın, səbir niməti görünən bu, nə qədər böyük nimət olduğunu, yəni həyatımızda çox yerlərində, nə boyda böyük nimət olduğunu biz görürük ki, Quran-ı Kərimdə də o səbr edənlərə müjdəsini ver. Yəni, insanoğlu belə bir şeydir. Yəni, son anda, hədəfinə çatdığı anda səbirdən vaz çəkir. Halbuki bir saniyə səbr eləsə, bir dəqiqə səbr eləsə, o nəticəni, o mükafatı əldə edəcəkdir. Ona görə də, möhtərəm qardaşlar, yəni səbir deyib keçməmək lazımdır. Səbir həqiqi anlamda böyük bir nimətdir. İbadətlərə səbir. Yəni, Allah razı olsun, çox mömin qardaşlarımız var ki, yəni, alış-veriş, dünya məşğələləri, evladlar, nə bilim, cürbəcür şəhvətlər, yemək, içmək, gəzmək, dolaşmaq, zövqləri, onları Allahı zikr etməkdən, Allaha ibadət etməkdən uzaqlaşdırmır. Çünki dünyada başqa zövqlər də var. Yəni,
Görürsən ki, yəni insanlar namaza, oruca, ona, buna başlayırlar, amma səbirləri çatmır. Səbirsizlik ucbatından ibadətlərdən məhrum olurlar. Mənəvi zövqlərdən məhrum olurlar. Ona görə də ibadətlərdə səbr etmək mühüm bir məsələdir. İbadətlərdə səbr etmək mühüm bir məsələdir. Yəni, deyək, həcc ibadəti də səbir istəyir, yəni. Həccə gedən, ümrəyə gedən insanlar bilirlər, yəni. Tavaf eləyirsən, məsəl üçün, bu bəlli bir vaxt sürər. Nə bilim, şeytan daşlayırsan, onu eləyirsən, bunu eləyirsən, məsəl üçün. Bunlar hamısı insandan səbri tələb edən ibadətlərdir. Namaz ibadəti, səbir tələbli. Yəni, baxırsan ki, namazda da səbirləyə bilməyən insanlar var. Səcdənin tam haqqını verməyən, tez-tez qılan insanlar var. Olur, yəni. Bunlar nədən qaynaqlanır, möhtərəm qardaşlar? Səbrimizi, iradəmizi tərbiyə etməyimizdən qaynaqlanır. Ona görə də səbir ta uşaqlıqdan övladlarımıza, özümüzə öyrətməyimiz və bir zat örnək olmağımız lazımdır ki, səbirli olmaq, yəni şeytana meydan verməmək lazımdır. Səbirsizlik insanı bir çox bəlalara düçar edir. Yəni, çox insan görürük, məsəl üçün, qəzəbli. Yəni, bir anlıq səbirlənməməkdən cinayət törədir. Özündə olmur, yəni. Ona görə də səbir Peyğəmbərin hədislərində, Quran-ı Kərimdə önəmli mövzulardan biri hesab olunmuşdur və səbr olunmağa dəvət olunmuşdur ki, səbr olun. İkinci məsələ haramlara qarşı səbirli olmağımızdır. Yəni, insanoğlu zuyinə linnəsi hubbuş şəhəvat nə deməkdir? Çox önəmli bir ayətdir. İnsanlara şəhəvi şeylər, yəni haram olan şeylər gözəl göstərildi. Və insanoğlu istər-istəməz buradan çıxdıqdan sonra bunlarla qarşılaşır. İmanı güclü olmalıdır ki, səbri güclü olmalıdır ki, səbir alışqanlığı güclü olmalıdır ki, bunlara qarşı ayaqda dura bilsin. Bunların hər hansı birinə boyun əyməsin. Hər hansı birinə boyun əyməsin. Çünki bugünkü dünyada çox insanları məşğullayan şeylər var, möhtərəm qardaşlar. Bir çox, yəni bərəkətsizliyimizin səbəbi də bundan qaynaqlanır. Yəni, texnologiyanın sürətlə inkişaf etməsi həm bizim işimizə yarayır, yəni müsbət mənada işləyir. Eyni zamanda övladlarımızı da, gənclərimizi də əlimizdən alır. Yəni, bu dəqiqə görürsən ki, uşaqların atası da, anası da, qardaşı da internet olmuşdur. Çox rahatlıqla oradan dosta tapırlar, dosta şeyləyirlər, robot kimi yetişirlər. Yəni, o qədər səbr edəcəyimiz, o qədər uzaqlaşa biləcəyimiz onlara qarşı, yəni bir görürsən ki, yəni adamla söhbətliysən, görürsən ki, adam internetlə söhbətliyir və ya nə bilim, bilgisayarla, kompüterlə, onlarla məşğuldurlar. İradəsini saxlaya bilmir, yəni. Saatlarca filmlərə, saatlarca cürbəcür şeylərə, yəni bunların sayı hesab, yəni məsələn, amma qohum-əqrəba ziyarəti burada yaddan çıxır, namazın vaxtı keçir, nə bilim, bir çox şeylər. Gördüyünüz kimi, məsəl üçün, hər zamanın özünün imtihanları, özünün bəlaları fərqli-fərqlidir. Fərqli-fərqlidir. Ona görə də bu kimi vəziyyətlərdə də səbr etməyimiz lazımdır. Evlatlarımıza səbr etməyimiz lazımdır. Yəni, hər kəsin fərqli-fərqli yönləri vardır. Yəni, dəqiqədə bir onu azarlamaq, etmək, şeyləmək, onları bizdən uzaqlaşdırır. Yoldaşımıza səbr etmək lazımdır. Yəni, səbir ibadəti elə bir ibadətdir ki, bir çox, hətta nə deyirlər? Səbrin başı soğandan acıdır. Amma sonu da baldan şirindir.
belə bir atasöz var ki, səbrin başı soğandan acı, baldan şirindir. Ona görə də günahlara qarşı, yəni bu dəqiqə çevrəmizi, ətrafımızı saran bütün haramlardan, zinadan, oğurluqdan, nə bilim, cürbəcür, şəhəvi arzulardan uzaq qalmağımız üçün səbirli olmağa, bunun üçün də iradənin tərbiyə olunması lazımdır. Yəni, əvvəllər, yəni hikmət tələbəsinə birinci iradəli olmağı öyrədirdilər. Ona görə də, məsələn, Quran niyə insanlara təsirləmir? Çünki iradəsini insanlar tərbiyə eləməyib. Çünki Quranda böyük-böyük hikmətlər vardır. İnsanlara təsir edə bilməsi üçün insanın iradəsini tərbiyə etməsi lazımdır. O hikməti qavraya bilməsi üçün o səviyyəyə gəlməsi lazımdır. Buna görə də insanın birinci növbədə iradəsini tərbiyə eləməsi lazımdır. Çünki insandan bu ibadətlər, indi məsəl üçün gələn kimi bütün insanlar mələk olmaq istəyirlər İslam dininə girən kimi. Ki, qardaş, mən saflaşmalıyam, mömin olmalıyam, mənəvi mərtəbəsi yüksək, Allah qatında sevilən bir bəndə olmalıyam deyə həmən görürsən ki, tələb eləyirlər məsəl üçün. Bu səviyyəyə gəlmək üçün, yəni alimlər və yaxud da bu yolda qibdə etdiyimiz, bəlli səviyyəyə gələn insanları gördüyümüz zaman həmən onun kim olmaq istəyirik. Halbuki o adam o səviyyəyə gəlmək üçün 20 il durmadan səbirlə çalışmışdır. Sənin yəni ləzzət aldığın bir çox elədiyin şeylərdən özünü məhrum buraxaraq, səbr edərək o dərəcəyə gəlmişdir. Səbr edərək o dərəcəyə gəlmişdir. Ona görə də, möhtərəm qardaşlar, yəni İslam dinində də ibadətlərə böyük səbir lazımdır. Haramlardan da uzaq durmaq üçün də böyük səbir tələb edir. Yəni, bunlar bir-birini tamamlayan şeylərdir. Yəni, ibadətləri eyni zamanda etmək üçün səbirli şəkildə, səbirli formada davam edirsən, sabah namazıdırsa, sabah namazında durursan, rükünlərin haqqını verərək namazını qılırsan. Rükünlərin haqqını verərək namazı qılırsan. Yəni, nə deməkdir? Buna biz nə deyirik? Tadili ərkan. Rükünlərin haqqını vermək. Yəni, elə toyuq kimi tez-tez dənləyən kimi tez-tez yəni, başını səcdiyə qoyub, səbirsiz. Yəni, bu bizim nəyimizi göstərir eyni zamanda? Yəni, işimizə qaçmaq üçün və ya nə bilim, səbirsiz olduğumuzu göstərir. Ona görə də yəni, bəsit bir ibadətdə, xırda bir şeydə belə görürsən ki, səbrin əhəmiyyəti böyükdür, möhtərəm qardaşlar. Eyni zamanda, yəni burada namazımı qıldım, orucumu tutdum, ya, getdim mən çox rahatlıqla harama düşə bilərəm. Niyyətində olmamaq lazımdır və ya bu doğru deyildir. Haramlarda da səbir göstərməliyik. Ona görə də yəni, bizim keyfiyyətli olmağımızı üçün, həqiqi mənada mömin və mərtəbələr kəsb etməyimiz, əldə etməyimiz üçün alimlərimiz söyləyiblər ki, yəni insan necə ki, əmr olunan şeyləri yerinə yetirəcək, qadağa olunan şeylərdən də uzaq duracaq. Yəni, insanı insan edən bəzən də etməməkdir. Nəyi etməməkdir? Zina etməməkdir, oğurluq etməməkdir, haramlara düşməməkdir, haramlara baxmamaqdır, haram olan yerlərə getməməkdir, haram olan sözləri söyləməməkdir, qeybət etməməkdir, böhtan atmamaqdır. Eyni zamanda bəzi şeyləri etməmək də bizi mömin edər, müsəlman edər. Möhtərəm qardaşlar, səhvləri sıxlaşdırın. Oradan söyləyirlər ki, çöldə adamlar qalır. Sıxlaşdırın səhvləri. Və nəhayət, möhtərəm qardaşlar, səbrin 3-cü növünə gəldik. Bəlalara səbr. Bəlalara səbr etmək. Bu da bunun haqqında da möhtəşəm hədislər var. Bəlalara səbr etmək. O Peyğəmbərimiz sallallahu aleyhi və səlləm
İndi ayəti də elə oxuduq. Yəni ayət nə deyir? Sizi qorxu, aclıq, mallardan, canlardan və digər məhsullardan biraz azaltmaqla əlbəttə ki, biz sizi sınayarıq. Səbr edənləri və bəşşiri sabirin. Yəni bir şey başımıza gəldi və dünyamız yıxılır. Yəni mən bu həyatda çox görmüşəm. Yəni bir ailədən birisi vəfat edir. Bütün ailə görürsən ki, onun dərdi ilə yox olur, gedir. Ata rəhmətə gedir, ana şey eləyir. Bu nədən qaynaqlanır möhtərəm qardaşlar? Yəni bu Allaha olan güvənimizin əksikliyindən, təvəkkülümüzün əksikliyindən çox önəmli mövzudur. Yəni baxdım, həqiqi anlamda hədislər, Quranın ayələri bu mövzuda çox böyük hədəflər qoyur bizim qabağımıza. Yəni bizi, tamam, evlad böyük bir nimətdir. Evlad üçün dua eləyəcək, şey eləyəcək və eyni zamanda evladın Allahın bir niməti olduğunu, xanımın bir Allahın nemətini olduğunu, ailənin Allahın